Vətən müharibəsində düşmənin zenit raket komplekslərini məhv edən, onlara 30 milyon dollar ziyan vuran, vurulan Mi-17 helikopterinin yaşayış məntəqəsinə düşməməsi üçün canını sipər edən, 25 gün komada qaldıqdan sonra şəhid olan polkovnik leytenant Ramiz Qasımov. 1975-ci ildə Beyləqan şəhərində anadan olub. 1997-ci ildə Ali Hərbi Təyyarəçilik məktəbini bitirib. 2020-ci il sentyabrın 27-sində Spike uzun mənzilli raketləri ilə silahlanan Mi-17 hücum helikopteri ilə cəbhənin Tərtər su qovuşan Talış istiqamətlərində düşmənin strateji hədəflərini məhv edir. Onun rəhbərliyi ilə OSA zenit raket kompleksi, eləcə də Repellent P-19 radiolokasiya stansiyası məhv edilir, düşmənə 30 milyon 900 min dollar ziyan vurulur. Həmin gün əməliyyatı bitirib aviabazaya geri qayıdan zaman helikopteri ermənilər tərəfindən vurulur. Vaxt itirmədən iki heyət üzvünə tullanmağı əmr edir. Özü isə helikopteri yaşayış məntəqəsinə düşməməsi üçün boş əraziyə salmağa çalışır. Son anda tullanmağı bacarsa da ağır yaralanır. 25 gün komada qalan Ramiz Qasımov oktyabrın 22-sində şəhidlik zirvəsinə ucalır. Ölümündən sonra Vətən müharibəsi qəhrəmanı adı verilir. Allah rəhmət eləsin.